Sentyabrın 15-də Ali Məhkəmədə ANS telekanalının lisenziyasına xitam verilməsi barədə qərardan kassasiya şikayətinə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, vəkil Fuad Ağayev də ANS-in müdafiəsinə qoşulub. Fuad Ağayev bildirib ki, o şirkət rəhbərliyi ilə bu gün müqavilə bağlayıb və iş materialları ilə tanış deyil. Vəkil bu səbəbdən ona azı 2 həftə vaxt verilməsi və məhkəmə prosesinin təxirə salınması barədə vəsadət qaldırıb. Milli Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov vəsadətin əleyhinə çıxıb. Bildirib ki, vəsadət işin süni şəkildə uzadılmasına xidmət edir və təmin olunmamalıdır. Lakin məhkəmə vəsadəti təmin edib və proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. ANS Müstəqil Yayım və Media şirkətinin baş direktoru Mirşahin Ağayev deyir ki, ANS məsələsi artıq Türkiyədə də gündəmə gəlib. Mən əminəm ki, inanıram ki, Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz. Mən buna inanıram, inanacağam və həmişə də inanmışam. Digər tərəfdən də bizə belə danışmağa əsas verən başqa bir səbəb də var ki, artıq Türkiyənin özündə bu məsələnin araşdırılması nəticəsində bəzi informasiyalar peyda olur, bəzi informasiyalar yaranır. Bu informasiyaların sonuncusunu bu yaxınlarda biz Türkiyəyə hakimiyyətə yaxın mənbələrindən birində Starda oxumuşuq və bu mətbu orqanı özü də açıq tekstlə bildirir ki, ANS-in FETÖ-METÖ məsələlərində heç bir günahı yoxdur və bu məsələnin araşdırılması üçün düşünürəm ki, çox gözəl siqnaldır və bu siqnaldan da ağıllı adamlar, arif insanlar, arif qurumlar yaxşı istifadə etməlidirlər. İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə Milli Teleradio Şurası müraciət etmişdi və müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanması ilə əsaslandırmışdı. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fəthullah Güləndən müsahibə alıb və həmin müsahibə xarici kiblər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.